İcazə versiniz bir dənə belə Buyurun. fəlsəfi sual verirəm də, yəni. Buyurun. Bax, biz həyatı boyu nə axtarırıq? Həyatı boyu, yəni ümumiyyətlə mən sizə deyim, bu həyatı və o boşluğa düşəndə mən bunu başa düşdüm. Həyat boş şeydir, həqiqətən, mənasızdır. Yəni ki, burada həyatda əsas odur ki, hər bir ruh doğulub çözüm üçün. Onun niyəsi var, niyə gəlib. Və ruh gəlib o hansı ki ağırlıqla gəlib onu çözməyə. Siz onu çözə bilsiniz, siz bu həyatı utdunuz. İnsan onda ancaq 2-3 nəfər, 57 yaşım var, Allah qoysa, Allah izin versə 58 olacaq. Bu 58 yaşında cəmi 3 nəfər tanıyıram ki, kim canını rahat tapşırıb, ki mən həyatımı yaşadım. Üçü də qadın idi, kıstati. Bəlkə qadınlarla təmasda olmuşum ona görə, amma üçü də qadın idi. Çox rahat şəkildə həyatı dolu yaşayıb. İstədiklərini tapıblar. Onlar hətta axırıncı sözlərini deyib, rahat canını tapşırıb gedən insanlar olub. Yəni, mən həmişə ondan ehtiyat etmişəm ki, hamımız burada qonağıq, hamımız gəlmişik, hamımız da gedəcəyik. Yəni ki, Allah qismət eləsin, ağlımı başımdan almasın, bu çözümü asan yolla etsin və zamanı gələndə rahat tərk eləyə bilim. Orada bir məqam da var idi. Bir pasiyent gəldi yanıma, dedi, həyat boşdur ki. Deyirəm, doğrudan, bə niyə sən onda depressiyadasınız? Hər şey mənasızdır. Deyirəm, mənasızdır. Dedi, deyirəm, bə niyə onda ölümdən qorxursan? Qorxma da. Bilmirəm. Mən Allahlanam. Deyirəm, sən onu deyirsən, amma sən elə Allahla deyirsən. Deyirsən. Sən Allahla olsaydın, ölümdən də qorxmazdın. Ölümü də rahat qəbul eləyərdin. Və mən həmişə deyirdim ki, Allahım, ölümün qabağında mənə aciz eləmə. Bir məqamda danışmaq istəyirsiniz, özünüz onu toxundunuz. O birdən-birə, yəni ki, bu arası Fuad müəllim heç biz danışmamışıq. Birdən-birə bu sualları mənə verir. Və bir məqam, bir pasiyent mənə yazır ki, İradə xanım, qaynanam canını tapşıra bilmir. Qaynanam gözəl insan olub. Qaynanam və müxtəlif ağzı dolu qaynanasından çox yaxşı şeylər. Bax, Məkkədə olmuşuq. Görün necə nurani insandır. O yaxşılıqdan başqa heç kimə heç nə eləməyib. Yəni bu insanın yanında mən yaşamışam. Amma canını tapşıra bilmir. Deyirəm, nə dua eləyib Allaha? Deyir, Məkkədə dua eləyib ki, ruhumu təmizdə apar məni. Deyirəm, burada gözəl duadır, amma gərək deyildi asan yolla təmizdə. Burada ruhən siz yaxşılıq elsəz də, o necə deyirdimi, hamısı ruhən natəmiz də olur. Ruhu təmizləmək istəmək üçün o gözəl məqamdır Allaha. İnandırım sizi, o qadın neçə ay canını tapşıra bilmədi. Deyir, biz hamımız ağlayırıq. Yəni o elə adam deyildi ki, əzab çəkdirsin. Dedim, o Allaha yalvarıb ruhun təmizləsin. Allah onun arzusunu yetirir. Bəs biz neyniyik? İnandırım sizi, elə şəkil göndərmişdi. Yəni ki, insan şəkli o insanda qalmamışdı. Nə istəyirsən onu da alsan. Yəni dili o skelet olur ha. O dili elə bir sümük və dəri üstündə. Yəni çox qorxunc vəziyyətdə idi artıq insan. Başa düşdünüz? Fikir və arzularımız reallaşır. Amma burada duanı ehtiyatla eləyin. Mütləq asan yolla, xeyirlə.
bu mənə xeyirdirsə, asan yolla ver mənə. Bu mənə xeyirdirsə, ona görə də deyir ki, arzularından qorx.